24 noyabr 2025-ci ildir və həftənin bazar ertəsi gündə dəyərli izləyicilər Bakıdakı obyektdəki partlayışla bağlı sizi məlumatlandırmışdıq. 7 nəfər xilas edilib artıq. Son dəqiqə məlumatını sizinlə bölüşürəm. Təbib Bakıda baş verən partlayışla bağlı məlumat yayıb və qurumdan bildirilib ki, 24 noyabr 2025-ci il tarixində, yəni bugün səhər saat 9 radələrində Respublika təcili və təxirə salınmaz tibbi yardım mərkəzinə Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb. Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə, 2-si kişi, 3-ü qadın olmaqla yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla kliniki tibb mərkəzinə hospitalizasiya olunublar. Partlayışın Afen Plazada baş verdiyi açıqlanıb. İlkin ehtimala görə partlayış 1-ci mərtəbədə baş verib. Eyni zamanda bugünkü partlayışla bağlı xəsarət alan 5 nəfər kliniki tibb mərkəzinə hospitalizasiya olunub. Bu barədə KTMD-dən məlumat veriblər. Onlardan bir nəfərə termiki yanıq, kişi xeylağıdır. 4 nəfərə isə biri kişi, 3-ü qadın olmaqla bədənin müxtəlif nahiyələrindən müştərək travmaları diaqnozu təyin olunub. Hazırda pasientlərin müalicəsi tibb müəssisəsində davam edir. Vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir. Bir daha xatırladıram ki, Fövqəladə Hallar Nazirliyi qüvvələri tərəfindən həyata keçirilən operativ xilas etmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görünür və Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətindən məlumat verilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 5 mərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı da müəyyən edilib, dəyərli izləyicilər.